Hazırladığım tempuranın bişirilməsini sizə təqdim edirəm. Bunun üçün bizə ilk öncə yumurta, qazlı su, duz istot və krevetka lazımdır. Kənarda buğda unu və qarğıdalı nişastasını duz istotla birləşdirirəm. Duru xəmir üçün yumurta ilə qazlı suyu çırpıcı vasitəsilə dayanmadan qarışdırıram və buğda unu, qarğıdalı nişastası, ədviyyat əlavə edib topa əmələ gəlməsin deyə qarışdırmağa davam edirəm. Krevetkalarımızın donu otaq temperaturunda açıldıqdan sonra bişərkən bükülməməsi üçün üzərində bir neçə kəsiklər atırıq. Bu proses biraz vaxt apara bilər və mən bir neçəsinə bu üsul tətbiq etdim. Sonra isə hər birini unlayıb məsafəli şəkildə yığdım. Ardından duru xəmirə batıraraq əvvəlcədən qızdırılmış yağda qızartmağa başladım. Və budur, tempuramız artıq hazırdır. Bizə nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirik.